Davam edirik izahlara. 51-ci sualda deyir ki, tutumu 1580 kiloqram olan bir taxıl anbarında başlanğıcda 450 kiloqram taxıl var idi. Ambara birinci həftə 150 kiloqram, ikinci həftə 320 kiloqram, üçüncü həftə isə daha 660 kiloqram taxıl əlavə edildi. Buna əsasən üçüncü həftənin sonunda taxıl anbarındakı taxılın miqdarı barədə aşağıdakılardan hansını söyləmək olar? Belə məsələdə mən şagirdlərdən tələb edirəm ki, məsələnin modelini qurun. Model nədir? Sözlərdən azad eləmək, rəqəmləri daşlar kimi yerinə oturtdurmaq. Bizə nə deyir? Deyir ki, 1580 kiloqram taxıl var başlanğıcda. Taxıl anbarı 1580 kiloqramlıqdır. 450 var. 450 var. Birinci həftə gətirildi 150. İkinci həftə gətirildi 320. Üçüncü həftə gətirdilər 660. Taxıl anbarı da tutur cəmi 1580. İndi biz baxmalıyıq ki, bu ədədlərin cəmi verirmi bunu və yaxud nə qədər əksik qalır, nə qədər əlavə qalır. Toplayırıq. Bura 0, bura 18, 8, bura 1 yadda, 5, 6, 9, bu da 15. Elə baxıram ki, 1580-i verdi. Deyir, ambar dolmuşdur tamamilə. Elə cavab da A variantı olmuş olur. Elif saat 15:00-da 00-da məktəbdən çıxıb əvvəlcə parka getdi. Sonra evə getdi. Məktəb park arasında ev yolu Elif tərəfindən parkda keçirilən vaxt aşağıda verilib. Buna əsasən Elif saat neçədə evə qayıdıb. Deməli, biz hara dəqiqə yazılıb ora baxırıq. 30 dəqiqə bura, 30 dəqiqə bura, 45 dəqiqə bura. Gəlin bunun vaxt keçirdiyib, yol gedib, nə edib? Öz işidir. Gəlin bunları toplayaq. 30 üstə 30 1 saat, bu da 45 dəqiqə. Toplamda 1 saat 45 dəqiqə bu uşaq bayırda qalıb. Məktəbdən nə vaxt çıxıb? 15:00-da. Gəlin 15:00-ün üzərinə 1 saat 45-i gələk. Bu da olacaq 16:45. Əssalam. Cavab da olacaq B variantı. Deyir ki, aşağıdakı natural ədədləri sürət və məxrəcdə istifadə etməklə kəsirlər düzəlt. Buna əsasən düzgün kəsir. Uşaqlar, bilirsiniz də düzgün kəsir nədir? Yəni, tutaq ki, 3-də 5. Bu düzgün kəsir deyil. Çünki 5-in içində axı 3 var. Bu bərabər olacaq 1/3-də 2-yə. Bizə bu lazım deyil. Bizə lazımdır ki, məxrəc böyük olsun, sürət kiçik olsun. Bu zaman düzgün kəsir olur. Mən elə arxadan başlayacağım ən böyüyünə. Hər sonraki o birindən bir pillə aşağı olacaq. Baxın, 11-də 9, 11 ilə düzəldirəm. 11-də 7, 11-də 5, 11-də 3. Daha sonra 9-da 7, 9-da 5, 9-da 3. İndi 7 ilə düzəldirəm. 7-də 5, 7-də 3. Biri də qaldı 5-də 3. Başqa düzgün kəsir ola bilməz burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Baxırıq ki, C variantı. Sürət məsələsinə baxırıq. İki dost Fuad və Kənan eyni nöqtədən əks istiqamətdə hərəkət edib.
Bu tərəfə gəlir, bu da bu tərəfə gəlir. Təbii ki, yolu birlikdə qurtarmış olurlar və bunun düsturu S bərabərdir. V1 üstə gəlmək V2 vurulsun T'dir. Fuadın sürəti 65. Nəyi soruşur məndən? Məsafəni. Elə S bərabərdir 65 üstə gəlmək. Kənarın sürəti ondan 10 km az, yəni 65-dən çıxırıq 10-u, o da eləyir 55. 55 vurulsun 3 saat. 65-in 65-in üstünə 55 3-ə vuranda o da eləyir 360. A bəndi. Keçirik növbəti suala. Uzunluğu 120 metr olan yol, düz yolun hər tərəfinə ağac əkdilər. Cəmi neçə ağac əkdilər? Əvvəlcə gəlin görək, 120 metr yolu 6 metrə bölsək nə qədər ara qalır? Elə 120-ni bölək 6-ya. Eləyir 20. 20 ədəd ara varsa 6 metrdən bir. Yadınızda qalsın, aradan bir vahid artıq ağac olur. Ağac ara məsələləri bu mənim Instagram səhifəmdə çox mükəmməl şəkildə izah var. Girib baxa bilərsiniz. Ağac ara məsələləri. Demək ki, hər tərəfə, sola da, sağa da 20 üstə gəlmək bir ağac. Yəni 21 ağac əkilib. Təbii ki, 21 ağac sola, 21 ağac da sağa əkiləndə bərabərdir 42 ağac eləmiş olar. Növbəti tapşırıq. Bir düzbucaqlının daxilinə toxunan iki bərabər çevrə yan-yana yerləşdirilib. Çevrələrdən birini boğazım biraz rahatsızdır. Səsim üçün biraz üzürlü hesab edin. Daxilinə toxunan iki bərabər çevrə yan-yana. Baxın, burada vizual görüntü yoxlayır ki, şagird görüm. Bir başı çıxırmı bir düzbucaqlıda, bir yan-yana çevrə nədir, onu bilirmi? Baxın, təxmini olaraq belə bir yan-yana çevrə deyir. Bizə deyir ki, bərabərdir çevrələr. Yəni, bu da bərabərdir. Bir dənə radiusunu verib bizə ki, radiusu deyir ki, təbii ki, radius nədir? Mərkəzdən istənilən nöqtəyə çəkilən xəttə deyirlər radius. Çevrənin istənilən nöqtəsinə çəkilən xəttə. Bura 5-dirsə və biz bilirik ki, diametr bərabərdir 2 radius. Bunu diametrini çəkirik. Deməli, burada 5-dir, burada 5-dir. Demək ki, burada 5-dir. Deməli, bu düzbucağın uzunluğu nə qədər olacaq? Təbii ki, bu çevrələrin diametrlərinin cəmi, bu da olacaq 20 santimetr. İndi baxırıq ki, bəs mən eni necə tapım? Mən əgər çevrənin radiusunun 5 olmasını bilirəmsə, mən istənilən nöqtədən ona radius yarada bilərəm də. Və mən düzbucaqlının eninə paralel bir dənə nə yaradıram? Diametr yaradıram. Əgər radius 5, o biri radius da 5-dirsə, diametr də olur 10. Mənə də deyir ki, bu düzbucağın sahəsi neçə kvadratdır? Yəni, 20-ni vur 10-a. Sahə axı S bərabərdir A vurulsun B deməkdir düzbucaqlıda. O da edir 200 santimetrin kvadratı. Verilmiş fiqurun perimetrini tapın. Uşaqlar, belə fiqur görəndə uşaqlar başlayırlar. Nə bilim, buradan 8-dən çıxırlar, 2 yazırlar. Burada nə bilim, oyun qalmır çıxar. Bax, amma mən neynirəm? Mən neynirəm? Baxın, bura 8-dirsə, bura 8-dirsə, deməli, bura da 8-dir. Deməli, mənim iki tərəfimi tapdım 8. Və tamamlayıram bunu. Bura 4-dürsə, bu 4 paraleldir də. Bu xəttə paraleldir.
Ona görə bax, bu xəttə paraleldir. Yaşılla elədim ki, daha iyi. Deməli, burada 4-dür. 4 üstə 5 neçəyir? 9. Deməli, burada 9-dur. Deyir, perimetrini tap. Ən primitiv yol. Perimetr nədir? Tərəflərin cəmi. Perimetr bərabərdir. 8 üstə gəlmək, 8 üstə gəlmək 9, üstə gəlmək 9. Ən primitiv yolla belə tapmaq olar. Bu deyir 34. Amma təbii ki, perimetrin düsturu da var. 2 vurulsun. A plus B bərabərdir. 2 vurulsun. 8 üstə 9. Elə bunu da cəmi eləyir 34. 2004-cü ildə anadan olan Elnur 18 yaşını qeyd edir. Neynəmək lazımdır? 2004-ün üstünə gəlmək lazımdır 18-i. Hansı ildir? 2022-ci ildə 18 yaşını qeyd edir. Bağdan 3 gün ərzində 480 kiloqram alma yığdılar. Birinci gün 150 kiloqram, ikinci gün isə birinci gündən 30 kiloqram çox. Qalan almalar isə 3-cü gün yığılaraq hər birində 6 kiloqram olan qutlara dolduruldu. 3-cü günün alması üçün neçə qutu lazımdır? Gəlin məsələnin primitiv olaraq modelin quraq. Belə deyək də, mən 2-ci sinifdən uşaqlara deyirəm ki, uşaqlar gördünüz, birinci, ikinci, yazın qıraqdan. Birinci, ikinci, üçüncü. Çox sağ olsunlar, uşaqlarım da mən deyən yolla gedirlər. Üçüncü. Daha tünd rəng eləmək üçün biraz üstündən getdik. Deyir ki, bu 3 gün ərzində 480 kiloqram yığılıb. Bunun cəmi. Birinci gün 150, birinci günə yazdıq 150. İkinci gün isə bundan 30 kiloqram çox, yəni 150-dən 30 kiloqram çox, 150 üstə 30. Qalan almalar 3-cü gün yığıldı, bilmirik. Boş kvadrat qoyurduq, balaca olanda. Təbii ki, biraz artıq 4-cü siniflər siz x da qoya bilərsiniz. Nə yarandı? Bunların üçünün cəmi bərabərdir buna. Gəlin yaradaq. 150 üstə gəlmək, 180 üstə gəlmək. Elə boş kvadratla eləyəcəm. Yəni 3-cü gün olan almaların sayı bərabərdir 480. İndi bu elədi 330. Bax, elə belə göstərək. Bu elədi 330. Üstə gəlmək, boş kvadrat bərabərdir 480. Baxın, belə açıqlam. Çünki bu açıq tipli sual deyil. Bunun həllini istəyəcək sizdən. Belə primitiv həllərə getsəniz, daha yüksək qiymətləndirəcəksiniz. Qiymətləndirmə olacaq sizdə. Bunu tapmaq üçün nə etməliyik? 480-dən çıxmalıyıq 330-u. O da bərabər olacaq 150-yə. İndi deyir ki, bax tapdıq ki, bura 150-dir. Yazdıq bura 150. İndi deyir, bunu 6 kiloqramlıq qutulara yığıblar. Yəni, məndən nə istəyir? Deyir, 150-ni get böl 6-ya. 150-ni də 6-ya böləndə cavab eləyir. Bunu da, məsəl üçün, ağacı da bölə bilərsiniz, şifahidə. Məsələn, mən uşaqlara demişəm ki, uşaqlar, gözünüzdə canlandırın. 150-ni parçalayın 6-ya sərbəst bölünən ədədlərə. Yəni, sərbəst necə? Yəni, avtomatik biləcəksiniz ki, bu 6-ya bölünür. Məsəl üçün, yaza bilərəm bura. 120, bir də 30. 120-ni 6-ya bölürəm, 20, 36-ya bölürəm, 5, cavab 25. Təbii ki, çubuqlu bölmənlə də eyə bilərsiniz. Mənə deyir ki, 734 ədədini 5-ə böldükdə alınan qalıq, bu ədədi 10-a böləndə alınan qalıqdan böyükdür, sual verir. Ya xeyir, ya bəlini seç. Mən 437-ni bölürəm 5-ə, sonra 437-ni bölürəm 10-a. Beləliklə, bu məsələ cavabı artıq gözlə görünür. Heç hesablamağa gərək yoxdur. Baxın, sonu 7 ilə qutaran ədəd isə 5-ə böləndə bunun
qalığı 2 olmalıdır. Çünki 7-nin içində 5 bir dəfə 2 qalıq qalır. Burada da 437-dir. 430-un içində 10 var. Burada da qalıq 7 qalır. İstəyirsiniz təbii ki, bölüb cavabı da tapa bilərsiniz. Bu eləyir hardasa 87, qalıqda 2. Bu da eləyir elə 43-ün özü, qalıqda 7. Və bizə deyir ki, nə demişdi bizə? 5-ə 10-a böldükdə alınan qalıq böyükdür. Xeyr, böyük deyil. Kiçikdir. 2 kiçikdir 7-dən. Bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün. İnşallah ki, bəyənərsiniz. Yorumlarda öz fikirlərinizi bildirin zəhmət olmasa. Hələlik.